Bildiğiniz gibi hükümdarım 31 Dekabr Dünya Azerbaycanlarının hemreli ve yeni ildi. Bir şehidim kimi kolektif olarak karşımıza bir resimse koymuştur. Yeni ili ve hemreli gününü Şehitler Xiyabanı'nda şehitlerle ve şehit valideynlerle yerleştirdik. Ve halihazırda biz Şehitler Xiyabanı'ndayız. 2020 yıl Müzəffər Ali Başkomandanın kaldırdığı demir yumruq altında həmrəy olan xalq zəfərə imza attı. Və bu zəfərə imza atan oğullar öz canıyla, qanıyla tarix yazan oğullar hal-hazırda bax burada bu Şəhidlər Xiyabanında yatır. Biz qazilərin də ümumiyyətlə müharibə iştirakçılarında bütün Azərbaycan xalqının borcudur ki, bugün Şəhidlər Xiyabanını ziyaret edip onları ziyaret etsinler. Çünkü ben 31 Dekabr Dünya Azerbaycanlarının hemrerlik günü deyiriksə, bura bizim hemrerlik məbədimizdir. Biz burada hemre olmalıyıq. Ve bir şehitlik ve kolektif olarak Azerbaycan Respublikası şehit əlilləri və Müharibə İnsanlar Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adında şehitlik ve kollektiv adında bütün şəhid valideynlərine, doğmalarına, şəhid əllərinə Allah'tan səbir dilirik. Allah səbirlərin versin deyirik. Və şəhidlərimizin məkanı cənnət məqamları olsun. Şəhidlər ölməz, vətən bölünməz. O yüzden de biz heç vaxt şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Salam olsun şəhidlərimizə. Mən hər bir Azərbaycan xalqına xahiş edərdim ki, məhz bu günlərdə ümumiyyətlə şəhidlərimizi ziyaret edib, şəhidlərimizi hər zaman yada salaq, şəhidlərimizi unutturmayaq və gələcək nəsillərə də onu heç vaxt imkan verməyək ki, unutsunlar. Və buradan üzümü tuturam, başta Müzəffər Ali Başkomandan olmaqla ümumiyyətlə birinci növbədə, ilk növbədə şəhid ailələrine, şəhid valideynlərine, qazilərə və müharibə iştirakçılarına və bütün Azərbaycan xalqını 31 Dekabr Dünya Azerbaycanlarının hemrerlik günü münasibetiyle ve yeni il münasibetiyle səmimi qəlbdən təbrik edirik. Artıq demək olar ki, yanvar ayının birine keçdi. Yeni ildir, yanvar ayının biridir. 2026-cı il həqiqətən mutlu oldu. 2026-cı il bütün Azərbaycan xalqı üçün değerli, sayalı illərdən olsun inşallah. Xalqımız hər zaman sülh həmrəmanlıq içində yaşasın. Biz bildiğiniz gibi hal-hazırda şimdi Şəhidlər Xiyabanındayıq. Burada bu günlerin bildiğiniz gibi 31 Dekabr Dünya Azerbaycanlarının beynəlxalq günüdür. Hem de il dəyişimidir, yeni ildir. Bu münasibətle bir şəhidlik və kollektiv olarak istedik ki, öz misyamızı yerinə yetirək və bu bayramımızı şəhidlərlə beraber keçirdək. Mən hal-hazırda Emin Təkoğlu, Emin İsmailovun, Emin Tapdıqoğlu İsmailovun məzarı başındayım. Onu da bildirim ki, Emin kardeşimiz Emin Təkoğludur. Emin Təkoğlu olmağına baxmayaraq, ananın gözünün ağı qarası olmağına baxmayaraq vətənimizi yağı düşmanlardan azad etməkdən ötürü döyüşmüşdü və öz canıyla, qanıyla şəhadətə yüksəlib şəhidlik sırrəsini qalmışdı. Allah Teala tüm şəhidlərimizin məkanını cənnət məqamlarımızı etsin və Emin qardaşımın anası Məlahət bacıma Allah səbir versin. Hörmətli şəhidlikləri, bildiğiniz gibi bugünlərin hemrerlik günüdür, yenilikdir ve biz şəhidlik kolektif olarak özümüze borç bilmişik ki, her zaman şəhidlərimizin yanında olan ve gördüğünüz gibi de hal-hazırda hemrerlik günü 31 Dekabr yeni il münasibetiyle il dəyişimi münasibetiyle biz yine de Şəhidlər Xiyabanında hal-hazırda biz baş gizir Sültan Tahiroğlu Əbdülrahmanın məzarı başındayıq.
Allah Teala cəm şəhidlərimizin məkanını cənnət, məqamlarını etsin. Buraya gəlməyimizdə məqsəd nədir? Bu günlərin 31 dekabr Dünya Azərbaycanlarının həmrəyliyi gündür. Bax, bu oğlanların həmrəyliyi, birliyi sahəsində uzun illər əsarətdə olan Azərbaycanın qədim torpaqları hamısı geri qaytarıldı. Və bura bizim demək olar ki, həmrəylik an işmə yerimizdir. Şəhidlər Xiyabanı. Və mən burada şəhidimizin anası Mehriban Hanım, kardeşimiz Tahir kardeşimize, Mahir kardeşimize Allah'tan səbir diləyirəm. Allah səbrinizi versin deyirəm. Və şəhidlərimizin bayramı, sizlərin bayramınız mübarək olsun. İstərdim Mehriban Hanım, sən də ürək sözləri deyirsən. Mən də sizləri salamlayıram. Eşidirsiniz şəhidlərin səsini. Biz 6-cı ilə keçir, 5 ildir. Biz bayram keçirmirik. Bizim bayramımız evladlarımızla beraber bax bu şəhidlər xiyabanındadır. Bir ana olaraq mən millətimdən çox xahiş edirəm ki, şəhidlərimizi gəlib ziyarət edəsiniz, şəhidlərimizi heç bir zaman unutmayasınız. Çünki bu oğullar sizlərdən ötürü şirin canlarından keçdi, ömürləri yarımçıq qaldı. Mən buradan bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Özdə həmişə gözəl günlər keçirdəsiniz. Dövlətimiz sülh və əmin-amanlıq içində yaşasın. Allah Teala bizi çörəklə imtihan etməsin. Ən birincisi dünyanın ən gözəl xoşbəxtliyi insanın canı sağlamdır. Mən hamımıza can sağlığı arzulayıram. 2026-cı il hamımıza düşər olsun. Və bizlərə şəhidin gəbə kollektiv olaraq necə ki 2020-ci ildə Zəfər Ali Baş Komandanımızın qaldırdığı dəmir yumruq altında həm bir olanla bax bugünkü bu gün öz həmrəyliyini dərsləşdir. Bura bizim şəhidlərimizin birliyi insanları birləşdirdiyi bir olduğu məkandır. Əzqanın da buradadır, sevgili Əzqanın da vətənpərvərlər Əzqanın. Allah Azərbaycan xalqına bir daha şəhid nəsib eləməsin. Allah bir daha da bütün şəhidlərimizin rüşad eləsin, əzizlərimizə səbir versin. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan ordusu. Allah ruhlarını şad eləsin. Amin. Borcumuz sana. Çok sağ ol Gözəl Hanım. Bayram yaşadığı şəhidlərin qarşısında baş əyən bir ana kimi. Allah ruhlarını şad eləsin, məqamlarını ucaldırsın. Var olasan. Biz borçluyuq bu oğullara. Çünki biz bunların sayəsində yaşayırıq. Bizim evlatlarımız bu oğulların sayəsində yaşayır. Ona görə gecə demədən, gündüz demədən biz burada olmalıyıq. Allah səbir versin, dözüm versin. Sağ ol. Ben de çok üzüldüm. Bu günlerim istəyirdim ki, burada Azərbaycan xalqı, bacı qardaşlarımız hamısı ziyarət edərdi bizim bu şəhid qardaşlarımızı. Anaların yanında olardılar. Heç olmasa yarım saat buradan gəlib hamımız keçərdi, gedərdi bayramını kimi təbrik edərdi. 5 ildir buradayıq. Artıq 6-cı ilə keçir. Mehriban ana demişkən çox üzülürük ki, herkes bayram keçirir, amma anaları ziyarət edən çox az insanlar var. Çox xahiş edirəm, çalışın, nəzərə alın. Həmişə bayram günləri qardaşlarımızı ziyarət edin. Bayramımız bir daha mübarək olsun. Şahsı babadan arsız nedir? Her uşaq bir arzu yazır. Bəzi deyir ki, bəs sən arzun nədir? Deyib, mən bir arzum var. Deyib, nə dersin? Deyib, mən atamı istəyirəm. Belə bir ki, dəniz dilə gəlir.
bir gün sahip deyir ki, əmsi deyir, gedim səhər nə alım, nə istəsən onu alayım. Deyirəm, nə istəsəm onu alarsan, deyirəm. Allah Allah. Kur'an da olsun, deyir ki, Allah'ın da olsun. Deyir ki, onda mən atamam. Mən atam istəyirəm, mən atam deyir. Sahib özü peşman oldu dediği sözə. Dedim, ağlayıp dedim, niye ağlayırsan? Hiç ne demedim. Ben deyir ki, en sonra deyir ki, mən atam istəyirəm. Mənə salmaq istəyirəm. Atam deyir. Elə bir uşaq dilə gəldi, o uşağın cavab verə bilmir.